Yəni, Samur döyüşündə Səfəvilər dövlət olaraq yox, təriqət olaraq, Ərdəbil hakimliyi ilə Şirvanşahlar üstəgələk Qaraqoyunlar arasında döyüş baş verir. Və müttəfiqlər 1-ci Xəlilullah və Qaraqoyunlu Cahanşah bu döyüşdə qalib gəlirlər və Şeyx Cüneyd də öldürülür. Şeyx Cüneyd öldürülür. Şeyx Cüneyd yeri gəlmişkən Qəbri, indiki Qusar rayonunun Həzrə kəndində, orada Şeyx Cüneyd məqbərəsi var. Bundan sonra təriqətin başına keçir, bunun oğlu Şeyx Heydər. 1460-1488-ci illərdə təriqətin başında olub. Bunun dövründə, bu da Uzun Həsənlə qohum olur. Yəni, onsuz da qohumuydu. Yəni, Uzun Həsən Şeyx Heydərin dayısıdır. Həm də Şeyx Heydər elə bil ki, belə deyək də, öz dayağını daha da möhkəmləndirmək üçün, kürənin etibarlı tərəfə söykəmək üçün niyə deyir? Öz dayısından yenidən qohum olur, dayısı qızına evlənir. İndiki dövrdə olsun, icazə verilməzdir, çünki qohum evliliyindən son qoyur. Deməli, Uzun Həsənlə qohum olur. Həmçinin 1468-69-cu ildə Muğan döyüşündə Uzun Həsən Əbu Səydə qarşı vuruşanda müttəfiq idi bunlar. Kömək eləmişdi onu dayısına. Sonra 1470-ci ildə Uzun Həsən gəlir bunu Ərdəbil taxtına, Ərdəbildə təriqətin taxtına deyək, yəni hakimliyin taxtına oturdur. Və bunun mövqeyi daha Ərdəbildə və ümumiyyətlə Azərbaycan cənubunda mövqeyi daha da möhkəmlənir. Şeyx Heydərin dövründə Səfəviləri artıq adlandırırdılar Qızıl başlar. Mən sizə taxta başlar deyirəm, onlarla qızıl baş deyilmişdir. Niyə? Çünki səbəblər bunların mülklər başlarına çalma qoyulur. Çalmada 12 qırmızı zolaq olurdu, 12 malın şərəfinə, ona görə elə qızıl baş adlandırılır bunlar. Bir də həmin bu səbəblər hərbi dəstələr şəklində bölünmüşdülər. Sufi və qazi dəstələrini bölünürdülər. Demək, Heydərin dövründə qızılbaş adlanırdılar, bir də hərbi qaydada bölünmüşdülər, sufi və qazi dəstələrinə. Bu da atası kimi Şirvana, Dağıstana və Şimali Qafqaza yürüşlər edir. Dağıstan da Şimali Qafqazdır. Yürüşlər edir. Bu yürüşlər hansı illərdə baş verir? 1483, 1487 və 1488-ci illərdə baş vermişdir bu yürüşlər. Bu yürüşlərin nəticəsi tərəfdarların sayını artırır. Bunun mövqeyinin güclənməsindən narahat olan Ağqoyunlu hökümdarı, artıq orada hakimiyyətdə Yaqub Padşahı idi. Yaqub Padşahı biz kesinlikle demişdik ki, Yaqub Padşah atası Uzun Həsəndən fərqli olaraq Ərdəbil hakimlərinə qarşı mübarizə aparmışdı. 1488-ci ildə onu döyüşə çağırırlar. Şah dağı döyüşü baş verir. Bir tərəfdə Səfəvi orduları, Ərdəbil hakimləri, digər tərəfdə isə Şirvanşahlar, üstəgələk Ağqoyunlular. Şirvanşahların hökümdarı həmən vaxtı Fərrux Yasar, Ağqoyunluların hökümdarı həmən vaxtı isə Yaqub Padşahı idi. Və bunlar müttəfiqlər qalib gəlirlər. İndi burada bir dənə məsələni oxşar cəhəti vurğulayaq. Samur döyüşündə, tapa bilsəm onu daha da yazmışdım. Samur döyüş burada. Deməli, Samur döyüşündə Şirvanşahlarla müttəfiq olmuşdu Qaraqoyunlar, Şah dağı döyüşündə Şirvanşahlarla müttəfiq olmuşdu Ağqoyunlar. Həm Qaraqoyunların, həm də Ağqoyunların ortaq cəhətlərindən biri də olur ki, Ərdəbil hakimlərinə qarşı mübarizə aparırdılar. Həmçin dövləti qırağa qoysa, hökmdara oğul götürsək, Cahanşahla Yaqub Padşahın ortaq cəhəti
Ərdəbil hakimlərinə qarşı mübarizə aparmalar olur.